Adişov Qüdrət Rahimoğlu 26 iyul 1998-ci ildə Yardımlı rayonunun Ostayır kəndində anadan olub. Sonra ailəsi ilə birlikdə Bakı şəhərinin Zabrat qəsəbəsində məskunlaşıb. Orta məktəbi də yaşadığı qəsəbədə alan Qüdrət 2016-cı ildə Bakı Biznes Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. O həmçinin asan xidmət könüllüsü olaraq çalışırdı. Fotomən 2 və digər layihələrdə aktiv iştirak etmişdi. Qüdrət Adişov Cəfər Cabbarlının Vəfalı Səriyyə pyesində Molla obrazını canlandırıb. Universiteti başa vurduqdan sonra 7 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yollandı. Azərbaycan ordusunun əskəri olan Qüdrət Adişov 2020-ci il sentyabrın 27-sindən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Tərtər istiqamətində gedən döyüşlərdə vuruşub. 28 sentyabr 2020-ci ildə Goranboy istiqamətində gedən döyüşlərdə şəhid olub. 2 oktyabr 2020-ci ildə Zabrat qəsəbəsində yerləşən Zabrat 1 qəbristanlığında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Qüdrət Adişov ölümündən sonra Vətən uğrunda medalı, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezidentin 18 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Qüdrət Adişov ölümündən sonra igidliyə görə medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Qüdrət Adişov ölümündən sonra Xocavəndin azad olunmasına görə medalı, Azərbaycanın Ağdam rayonunun və Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin digər 29 dekabr 2020-ci il tarixli sərəncamlarına əsasən Qüdrət Adişov ölümündən sonra Ağdamın azad olunmasına görə və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edildi. Çox savadlı, istedadlı uşaqdır. Prinsipial uşaqdır. Yəni, istədiyin əldə eləməyi bacaran bir uşaqdır. Yəni, musiqiyə getdi, hara gedirdi o üzümüzü alırdı. Yəni, musiqidə də yaxşı oxudu. Yəni, bütün tədbirlərdə iştirak edirdi. Universitetə girdi, orada da həmişə üzümüzü alırdı. Yəni, heç bir onun bir ziyanı dəymədi. Öz bacardığı qədər oxudu. Əlbəttə, qürur hiss keçirəm. Şəhid atası kimi həm səhvimlə bir xoş fəxr edirəm. Onların ölümünü çox şərəfli görürəm. Yaxşıdır, özdən arxayın olun, özdə yaxşı baxın. Deyirəm də, sən yaxşı olun, mən də yaxşı olarım. Əsas sənsən, yəni sən özə yaxşı bax. Sən yaxşı olsan, bizə yaxşı olarıq. Yəni, belə deyirdi, başqa heç bir söz demədim. Son rəqlərdə biz olan diskləri var, ona baxırdım. Görürəm ki, orada da bayrağı götürüb şeir deyir orada. Çox şeylərdən, yəni, görürsən ki, vətənpərvər həqiqətən. Başda istədiyi gözəl qarman salırdı, qarmandakı ifa edirdi. Bir sayılır ki, Zəngilan məktəbinin qarman sifəli kimi əslində beşir. Gözəl qabiliyyəti var həqiqətən. Sonra ingilis dilin mükəmməl bir gözəl demək olar ki, qürur duyuram gəlir. Yəni, istedadlı, vətənpərvər, hər sahədə yəni, özünü gəlişdirməyə bacaran uşaq idi.